İşğal altında qalır torpağımız, daşımız, nələr görmür gözümüz, nələr çəkmir başımız. Qarışıb bir-birinə baharımız, qışımız, çadır göstərmək olub hər çatana peşəmiz. Sərgi olmasın deyə bu mil muğan düzləri, ümid sənədir ancaq Azərbaycan əskəri. Azərbaycan əskərinin tarix yazdığı, qəhrəmanlıq sənnaməsi yazdığı zamanda Azərbaycan futbolunun ümidi Qarabağ növbəti Avrokubok maçına çıxır. Qabana! Zubir! Ve 2-0! Abdullah Zubir! Bu gola göre sarı bere kalmana değer. Abdullah Zubir'in sol ifası ve Qarabağ Legia'nın kapısından ikinci topu geçirir. Anran ötürme o Zubir! Ve 3-0! Ben bu qələbənin pay sahiblərini bir daha icazənizlə xatırlatmaq istəyirəm. Əskər Şahidin Məhəmməd Əliyev, Əskər Qara Qarayev, Kapitan Maksim Medvedev, Əskər Patrik Andrade, Əskər Paven Obusu, Əskər Uroš Matić, Əskər Abdullah Zubir, Əskər Filipozovic, Əskər Abbas Hüseynov, Əskər Bedavi Hüseynov, Əskər Kevin Medina, Əskər Emil Balayev, Əskər Rahil Məmmədov, Əskər Xaymi Romero, Əskər Mahir Emreli, Əskər İsmail İbrahimli, Əskər Toral Bayramov ve Əskər Elvin Cəfərquliyev ve bu komandanın komandiri Qurban Qurbanov. Teşekkürler Qarabağ. Bugün hem Qarabağ hem de Qarabağ üçün əmrək olan Azərbaycanlılar da işləri qələbə münasibətilə təbrik edirəm.